Bax, deyir ki, tək funksiyadır, düzdür. Bizə lazım olan hissəsi buradır, tək funksiyadır. Elman. Tək funksiya olduğuna görə dedik ki, sıfırda həmişə cavabı nədir? Sıfırdır. Deməli, dedik ki, digər funksiyalardan da fərqi nədədir? Misallarda, digər misallarda hansısa bir qiyməti verirdi, onu istəyirdi. Burada hansısa bir qiyməti vermir. Eləcə deyir, təkdir, cavab istəyirsən. Deməli, tək funksiya olduğuna görə ədəd oxu quraq. Özümdən bir dənə A deyirəm. Məsəl üçün deyirəm ki, -5-də qiyməti A-ya bərabərdir. Tək funksiya daxil. -5-də qiyməti A-dırsa, müsbət 5-də qiyməti -A. Dövrü də 9-a bərabər daxil. 5-dən 9 dənə dövr eləyəndə gəlir nə alar? 14. Deməli, -5-də qiyməti -A-dırsa, 14-də daha doğrusu 5-də cavabı -A-dırsa, 14-də də cavabı -A-dır. Niyə? Çünki dövrü 9-dur. Cavabları bildik. İndi qayıtdım misalıma. F18-in 0 olma səbəbindən niyə dedik? Çünki dedik ki, dövrü 9-a bərabərdir. Tək funksiya həmişə 0-da 0-dır. Əgər 0-da 0-a bərabərdirsə, dövrü 9 olduğuna görə üstə 9 gələcəm, yenə 0 olacaq. Üstə 9 gələcəm, yenə 0 olacaq. Deməli, 9 dənədən bir dövr eləyir, eyni qiyməti alır. Düzdür? 0-da 0 olduğuna görə 9 addımdan bir dövr eləyir, eyni 0 cavabını alır. Çatır? Yaxşı, gəlim indi yerinə yazmağa. Yazıram. 2 olduğu kimi qalsın, çünki misalında 2 var. F18-də yerinə nə yazmışam? Bu 7. İndi dərdimiz bir dənə bunlar. F-5-in yerinə nə yazır? F-5-in yerinə nə yazır? A. Deməli, buraya yazdım A. Sonra F18-in yerinə nə yazır? 0 idi. Nədir? F14. F14-in yerinə nə yazır? -A. Bura, -A. A'lar gedər, cavab qalar nə? -2. Tək funksiyası. Yaxşı. Yəni, üstəcə 8-imiz var. Üstə də 8 gələndə ümumi cavabımız olar 6. Başa düşdük? Siz köçürəm.